Bir çox dəyər investoru PB, yəni qiymətin balans dəyərinə olan nisbətini çox sevir. Əgər PB birdən kiçik olarsa, bu o deməkdir ki, siz şirkətin aktivlərini, binaları, avadanlıqları, nəqd pulu dəyərindən ucuza alırsınız. Kağız üzərində şirkət ləğv edilsə belə, siz qazancda olmalısınız. Lakin burada iki böyük amma var. Birincisi qeyri-maddi aktivlər, yəni goodwill-lərdir. Şirkətin balansındakı aktivlərin böyük hissəsi keçmişdə alınmış başqa şirkətlərin xoş niyyətlə etdiyi qeyri-maddi aktiv, yəni goodwill ola bilər. Əgər biznes pis gedirsə, bu aktivlərin real dəyəri əslində sıfırdır. Mühasibatçılıqda bu silinməli olsa da, şirkətlər bunu gecikdirir. Sizin gördüyünüz o zəngin balans əslində şişirdilmiş köpükdür. İkincisi, bank və sığorta sektorları. Avropa və Yaponiyada illərdir PB dəyəri 0,5 olan banklar var. Onlar ucuzdurmu? Xeyr. Aşağı faiz dərəcələri, sərt tənzimləmələr və pis kredit portfelləri bu bankların kapital gəlirliliyini, ROE-ni aşağı salır. Əgər bir bankın ROE-si, kapital gəlirliliyi 5%-dirsə, amma kapitalın dəyəri, cost of equity 10%-dirsə, həmin bank PB 0,5 ilə ticarət olunmağa məhkumdur. Bu fürsət deyil, riyazi reallıqdır.